Salam, axşamınız xeyir müəllimlər. Axşamınız xeyir olsun müəllimlər. Axşamınız xeyir. Müəllimə, dərsə başlamamışdan qabaq bəlkə bir şey deyim, insanlar gəlməmişdən və yazı hələ olmursa, video yazı. Video kaydı olunur hal-hazırda dərsiniz müəllimə. Buyurun, sözünüzü deyin. İstəməzdim, amma video kaydı olunan zaman deyim. O zaman istəsəz şəxsidə yazarsınız, əgər belə narahatçılıq varsa. Yaxşı, onda başqa vaxt eləyəlim, yaxşı. Olar. Yox, narahatçılıq yox, başqa dərs barədə deyib yox, sorum deyərəm. Yaxşı, yaxşı. Bir daha axşamınız xeyir olsun müəllimlər. Səs, görüntü hər kəsdə normaldır. Axşamınız xeyir müəllimə. Bəli, Hər yaxşı vaxtınız müəllimə. xeyir olsun. Aha, lap yaxşı. Deməli o zaman bugünkü mövzumuz sabit cərəyan qanunlarıdır. Gəlin başlayaq mövzu izahımıza. Yəni ilk öncə tanış olaq görək elektrik cərəyanı nədir? Cərəyan şiddəti nədir? Vahidi, düsturu bu haqqda biraz danışaq. Sonra digər mövzulara da toxunarıq. Deməli, müəllimlər, dedik ki, ilk öncə gəlin elektrik cərəyanı haqqında danışaq. Cərəyan nəyinsə istiqamətli hərəkətini bildirir. Məsələn, necə çaylarda su hərəkət edir, kanallarda, arxlarda su hərəkət edir, axır. Yəni, eləcə də cərəyanın hərəkətini, bax, bu suyun hərəkətinə bənzədə bilərik. Elektrik cərəyanı anlayışını ilk dəfə elmə Amper daxil eləmişdir, fransız alimi. Deməli, yüklü zərrəciklərin nizamlı hərəkətinə elektrik cərəyanı deyilir.
Deməli, elektrik cəryanının istiqaməti olaraq müsbət yüklü zərrəciklərin hərəkət istiqaməti qəbul edilmişdir. Metallarda elektrik yük daşıyıcıları sərbəst elektronlardır. Metalın daxilində elektrik sahəsi yaradıldıqda, sərbəst elektronların aldıqları istiqamətlənmiş hərəkət metallarda elektrik cəryanının yaranmasına səbəb olur. Metallarda elektrik cəryanının istiqaməti xarici elektrik sahəsinin intensivlik vektor istiqamətində və yaxud da ki, elektronların nizamlı hərəkətinin əks istiqamətində olur. Elektrik cəryanının yaranması və fasiləsiz mövcud olması üçün 3 əsas şərt lazımdır. Birinci şərt nədir? Birinci şərtimiz ondan ibarətdir ki, maddədə sərbəst yüklü zərrəciklər mövcud olmalıdır. Elektrik cəryanı yüklü zərrəciklərin, bax tərifdə dedik ki, elektrik cəryanı yüklü zərrəciklərin nizamlı və istiqamətlənmiş hərəkətidir. Deməli, cəryanın yaranması üçün nə olmalıdır? Yüklü zərrəciklər olmalıdır. Deməli, maddədə yüklü zərrəciklərin mövcud olması cəryanın yaranması üçün ilk əsas şərtimizdən biridir. Sonra, naqilin daxilində sahə mövcud olmalıdır, yəni elektrik sahəsi mövcud olmalıdır. Yüklü zərrəciklərin nizamlı hərəkətinin yaranması və davam etməsi üçün onlara müəyyən istiqamətdə qüvvə təsir eləməlidir. Yəni, elektrik sahəsi yüklü zərrəciklərə F bərabər QY qüvvəsi ilə təsir edir və onlara müəyyən nizamlı hərəkət verir. Aha, bir də müəllimlər, bu ikinci şərtimiz olmalıydı. Deməli, ikinci şərtimiz oldu elektrik sahəsi. Üçüncü şərtimiz nədir? Üçüncü şərtimiz cəryanın mövcud olması üçün dövrə qapalı olmalıdır. Deməli, bu da oldu bizim üçüncü şərtimiz. Deməli, üç şərt əsas vacibdir. Yüklü zərrəciklər olmalıdır, elektrik sahəsi olmalıdır və dövrə qapalı olmalıdır ki, cərəyan yaransın, elektrik cəryanı yaransın. Deməli, yüklü zərrəciklər çox kiçik olduğundan biz elektrik cəryanını birbaşa müşahidə edə bilmirik. Elektrik cəryanını onun yaratdığı təsirlər vasitəsilə müəyyən etmək olur. Elektrik cəryanının 3 təsiri var. İstilik təsiri, kimyəvi təsir və maqnit təsir. Gəlin, istilik təsiri haqqında danışaq. İfrat keçiricilərdən başqa cəryan keçən bütün naqillər az və ya çox dərəcədə qızır. Cəryanın istilik təsirindən qızdırıcı qurğularda ütü, çaydan, elektrik plitəsi və s. geniş istifadə olunur. Aha. Sonra dedik ki, kimyəvi təsir. Kimyəvi təsir nədir? Cəryanın kimyəvi təsiri yalnız elektrolit məhlullarında və ərintilərində müşahidə olunur. Elektrolit məhlulundan cəryan keçərkən elektrodda maddə ayrılması, yəni buna nə deyirlər? Həm də eyni zamanda elektroliz hadisəsi baş verir. Bax, bu deməli oldu cəryanın kimyəvi təsiri. Üçüncü isə maqnit təsiridir. Cəryan keçən bütün naqillərin ətrafında maqnit sahəsi yaranır. Çünki cəryanın naqilin yaxınlığında yerləşdirilmiş maqnit əqrəbi cəryanın yaratdığı maqnit sahəsinin təsiri ilə dönür. Deməli, cəryanın maqnit təsirinin çox geniş praktik tətbiqləri var. Elektrik ölçü cihazlarının, elektrik zənginin, maqnit kranlarının və s. iş prinsipinin əsasında cəryanın maqnit təsiri durur. Aha. Deməli, müəllimlər, danışdıq, biz cəryanın mövcud olması üçün lazım olan şərtləri və bir də danışdıq cəryanın təsirlərini. Elektrik cəryanını kəmiyyətcə xarakterizə etmək üçün cəryan şiddəti adlanan cihazdan, kəmiyyətdən istifadə olunur. Ədədi qiymətcə naqilin ən kəsiyindən vahid zamanda keçən elektrik yükünün miqdarına bərabər olan kəmiyyət cəryan şiddəti adlanır. Deməli, necə oldu? Ədədi qiymətcə naqilin ən kəsiyindən vahid zamanda keçən yükün miqdarına bərabər olan kəmiyyət cəryan şiddəti adlanır. Cəryan şiddəti I hərfi ilə işarə olunur. I bərabərdir Q bölünmüş T düsturu ilə hesablanır. Burada I cəryan şiddəti, Q bildiyimiz kimi yük işarə olunur Q hərfi ilə, T isə zamandır. Deməli, cəryan şiddətinin vahidi olaraq 1 kulon bölünmüş saniyə və yaxud da 1 amper qəbul olunmuşdur. 1 amper deməli əsas vahidlərdən biridir. Aha, 1 amper həm də elə cəryan şiddətidir ki, o vakuumda aralarında məsafə 1 metr olan 2 paralel, sonsuz uzun və nazik naqillərin hər birindən deməli 1 metr uzunluqlu hissələr arasında 2-10-7 Newton qarşılıqlı təsir qüvvəsi yaradan naqilin deməli nə idi? Vahididir. Praktikada cəryan şiddətinin vahidinin hissə və misillərindən də istifadə olunur. 1 mikroamper 10⁻6 amperdir, 1 milliamper 10⁻3 amperdir, 1 kiloamper isə 10⁻3 amperə bərabərdir. Müəllimlər, biz dedik ki, biz sabit cəryanla danışdıq. Yəni, zaman keçdikcə cəryan şiddəti zamana görə dəyişmirsə, deməli o zaman cəryan şiddətinin zamanın asıllığı, baxın, sabit bir qrafik verəcəkdir. Bax, belə bu formada.
Deməli, i-nin t-dən asılılığı zaman oxuna paralel düz xətt olacaqdır. Ancaq q-nin t-dən asılılığı isə zamandan, yəni düz mütənasib asılı olan kəmiyyətdir. Çünki baxın, biz buradan q-nin düsturunu yazsaq, nə olacaqdır? Q bərabərdir i vurulsun t. Aha, deməli, bu düstura əsasən yük zamanla düz mütənasib asılıdır. Aha, deməli, burada bir qeydimiz var. İT qrafikində, grafikin altında qalan sahə Q-yə bərabərdir. Yəni, İT qrafiki verilərsə və grafikin altında qalan fiqur hansı fiqur olarsa, biz yükü hesablamaq üçün həmin fiqurun sahəsini bilməliyik, sahəsini hesablamalıyıq. Cəryan şiddəti hər bir zərrəciyin yükündən, konsentrasiyasından, sürətindən və naqilin enkəsinin sahəsindən asılıdır. Müəllimlər, bu düsturu daha belə yaxşı yadda saxlamaq üçün baxın bu formada yazırıq. Biraz belə bu kəmiyyətləri yazanda ardıcıllığına fikir veririk. I bərabərdir 7 düsturu. Deməli, buradakı S sahədir, Y yükdür, yəni Q-dür. Eyni zamanda biz ona Q-də yaza bilirik. V elektronların hərəkət sürətidir. N isə elektronların konsentrasiyasıdır. Deməli, biz buradan sürətin ifadəsini alsaq, V bərabərdir I bölünmüş sen düsturunu ala bilərik. Sen ifadəsini ala bilərik. Məsələn, burada S-in yerinə pi kvadratı yazsaq, pi-də kvadratı bölünmüş 4 yazsaq, deməli o zaman sürətlər sahələrlə, radiusların kvadratlarından, bir də diametrlərin kvadratlarından tərs mütənasib asılıdır. Aha, bunu nəyə də bənzədə bilərik, müəllimlər? Biz deyirdik ki, Bernoulli qanunda nə deyirdik? Deməli, borunun dar hissəsində suyun axma sürəti daha böyük olurdu, geniş hissəsində daha az olurdu sürəti. Bax, eyni ilə o qayda ilə də yadımızda saxlaya bilərik. Bax, bu sürətlər tərs mütənasib asılıdır. Sahə ilə tərs mütənasib asılıdır. Sahənin yerinə, sahənin radiusundan və yaxud da ki, diametrindən ifadə eləsək, radiusun kvadratından və ya diametrin kvadratından da tərs mütənasib asılıdır. Aha, bir də müəllimlər, cəryan sıxlığı ifadəsi var. Bəs cəryan sıxlığı nədir? Ədədi qiymətcə naqirdəki cəryan şiddətinin onun ən kəsik sahəsinə olan nisbətinə bərabər olan fiziki kəmiyyət cəryan sıxlığı adlanır. Yod hərfi ilə işarə olunur. Yod bərabərdir I bölünmüş S. I-nin yerinə 7 düsturunu yazsaq, S-lər ixtisar gedəcək, qalacaq Evin. Deməli, cəryan sıxlığı Evin düsturu ilə hesablanır. Yod bərabərdir Evin. Cəryan sıxlığı intensivlik vektoru istiqamətindədir. Eyni zamanda buna belə deyə bilərik ki, cəryan sıxlığı həm də eyni zamanda cəryanın istiqamətindədir. Aha. Deməli, dedik ki, müəllimlər, sabit cəryanın yaranması üçün naqilin uclarındakı potensiallar fərqi zamana görə sabit qalmalıdır. Deməli, naqildən elektrik cəryanının uzun müddət keçməsi üçün onun uclarında fasiləsiz olaraq potensiallar fərqi yaradılmalıdır. Naqilin uclarında fasiləsiz olaraq elektrik yüklərinin toplanılması təmin edilməlidir. Yəni, bu məqsədlə biz cəryan mənbəyi və ya generator adlanan qurğudan istifadə edirik. Cəryan mənbələrinə nəyə misal çəkə bilərik? Məsələn, elektrofor maşını, generator, qalvanik elementlər, yəni bura nə daxildir? Batereya və akkumulyatorlar, günəş bateriyasını və s. misal göstərmək olar. Hər bir cəryan mənbəyində elektrik yüklərinin ayrılma prosesi gedir. Müsbət yüklər bir qütbdə, mənfi yüklər isə digər qütbdə toplanır. Cəryan mənbələrində yüklü zərrəciklərin ayrılma prosesində mexaniki, kimyəvi, daxili və ya hər hansı başqa bir enerji növü hansı enerjiyə çevrilir? Elektrik enerjisinə çevrilir. Məsələn, elektrofor maşınında mexaniki enerji, qalvanik elementlərdə kimyəvi enerji, günəş bateriyasında isə işıq şüalarının enerjisi elektrik enerjisinə çevrilir. İş prinsipi kimyəvi reaksiyaya əsaslanan cəryan mənbəyi qalvanik element adlanır. Bu cəryan mənbəyi qalvanin şərəfinə adlandırılmışdır. Deməli, ilk cəryan mənbəyinin yaradıcılarından biri də Volta olmuşdu. O müəyyən eləmişdi ki, mis və sink lövhələrinin arasında turşudan isladılmış parça yerləşdikdə mis lövhə müsbət, sink lövhə isə mənfi yüklə elektriklənir. Elektriklə işləyən cihaz və qurğular, yəni elektrik lampası, elektrik zəngi, ütü, elektrik piltəsi və s. elektrik işlədiciləri adlanılır. İşlədicilərdə elektrik enerjisi digər enerji növlərinə, mexaniki enerjiyə, istilik enerjisinə və s. çevrilir. Məsələn, elektrik cəryanı elektrik mühərrikində mexaniki enerjiyə, elektrik ütüsündə və elektrik qızdırıcısında isə linear daxili enerjiyə çevrilir. Elektrik enerjisi işlədicilərə naqillər vasitəsilə çatdırılır. İşlədiciləri dövrəyə daxil etmək və ayırmaq üçün açarlardan istifadə olunur. Deməli, müəllimlər, elektrik dövrələri sxemlər əsasında yığılır və sxemdə hər bir işlədici element xüsusi şərti işarələrlə göstərilir. İndi gəlin, baxın, elektrik dövrəsinin elementlərini. Bax, bu şərti işarələrini göstərmişik burada. Qalvanik element,
deməli, baxın, bu cür işarə olunur. Yəqin ki, bunu hamımız bilirik. Deməli, qalvanik element, işarəsi elementlər bateriyası bir sözlə, yəni bunların hamısını bir-bir artıq çəkmişik burada, göstərmişik. Deməli, 18 dənə elementin şərti işarəsi göstərilmişdir. Demək olar ki, hamısı işlədilən, deməli, hamısını işlədirik bu elementlərin, hamısını istifadə edirik. Ona görə də hamısını bilməliyik. Aha. Sonra müəllimlər, deməli, bu oldu bizim elementlərimizin şərti işarələri. İndi gəlin biraz da dövrə hissəsi üçün Ohm qanunu haqqında danışaq. Deməli, elektrik sahəsinin təsiri ilə naqillərdə sərbəst yük daşıyıcılar, məsələn, metallarda sərbəst elektronlar nizamlı hərəkət edir və elektrik cəryanı yaranır. Bu zaman sərbəst elektronlar kristal qəfəsin düyün nöqtələrində rəqsi hərəkət edən müsbət yüklü iyonlarla toqquşur. Belə toqquşmalar zamanı sərbəst elektronlar öz kinetik enerjisinin bir hissəsini iyonlara verir. Nəticədə sərbəst elektronların nizamlı hərəkət sürəti azalır. Deməli, beləliklə nə yaranır? Metallarda müsbət iyonlar sərbəst elektronların nizamlı hərəkətinə maneçilik törədir. Cəryana göstərilən həmin maneçilik elektrik müqavimət adlanan fiziki kəmiyyətlə xarakterizə edilir. Naqilin cəryana göstərdiyi əks təsirin ölçüsü elektrik müqavimət adlanır. Elektrik müqaviməti naqilin əsas elektrik xarakteristikalarından biridir. Deməli, müqavimət hesabına cəryan keçən naqil qızır və onun daxili enerjisi artır. Deməli, naqilin qızmasına səbəb, deməli, nədir? Müqavimətdir. Naqildəki cəryan şiddəti bu naqilin uclarındakı potensiallar fərqindən və naqilin müqavimətindən asılıdır. Deməli, naqildən keçən cəryan şiddətinin onun uclarındakı gərginlikdən asıllığına naqilin volt-amper xarakteristikası deyilir. İndi gəlin baxaq görək müəllimlər. Dövrə hissəsi üçün Ohm qanunu bəs necə ifadə olunur? Dövrə hissəsindəki cəryan şiddəti həmin hissənin uclarındakı gərginliklə düz, onun müqaviməti ilə tərs mütənasib asılıdır. I bərabərdir U bölünmüş R. Burada I cəryan şiddəti, U gərginlik, R isə dövrə hissəsindəki deməli nədir? Müqavimətdir. I-nin U-dan asılılığı düz mütənasib, qanunda da dediyimiz kimi R-dən asılılığı isə tərs mütənasib asılılıqdır. Qrafiklərində baxın göstərmişik. İndi gəlin mənlər buradan R-i tapaq düsturdan. R nəyə bərabər olacaq? R bərabərdir U bölünmüş I-yə. R-in vahidi olaraq R bərabərdir 1 volt bölək amper və yaxud da ki, onun şərəfinə 1 ohm qəbul olunmuşdur. Mənlər bu düstura baxanda, yəni ilk öncə bizə elə gəlir ki, müqavimət gərginlikdən və yaxud da ki, cəryan şiddətindən necəsə asılıdır. Xeyr, müqavimətdən, gərginlikdən nə cəryan şiddətindən asılı olan bir kəmiyyət deyil. Naqilin müqaviməti baxın bu düstura əsasən, yəni hansı kəmiyyətlərdən asılı olduğu bax bu düstura əsasən müəyyən olunur. Deməli, Rho R bərabərdir. Rho L bölünmüş R. Burada Rho xüsusi müqavimətdir, L naqilin uzunluğudur, S isə sahədir. Deməli, müqavimət uzunluq və xüsusi müqavimətlə düz mütənasib asılıdır, sahə ilə tərs mütənasib asılıdır. Dediyimiz kimi, məsələn, sahənin yerinə biz pi r kvadratı yaza bilərik, pi d kvadratı bölünmüş 4 yaza bilərik. Deməli, o zaman müqavimət eyni zamanda radiusla, diametrlə necə olacaq? Tərs kvadratik asılı olacaqdır. Bu düsturdan, baxın bu düsturdan, biz xüsusi müqavimətin düsturunda tapa bilərik. Rho nəyə bərabər olacaq? Rho bərabər olacaq R-S bölünmüş L. Deməli, buradakı bax, bu rho xüsusi müqavimətdir. Xüsusi müqavimətin vahidi olaraq 1 ohm vurulsun metr qəbul olunmuşdur. Deməli, xüsusi müqavimət ədədi qiymətcə. Uzunluğu 1 metr, en kəsiyinin sahəsi 1 kvadrat metr olan naqilin nəyinə bərabərdir? Müqavimətinə bərabərdir. Aha. Deməli, xüsusi müqavimət müəllimlər naqilin uzunluğundan və en kəsik sahəsindən asılı deyil. Xüsusi müqavimət sadəcə növ və temperaturla düz mütənasib asılıdır. Aha, bəs deməli, naqilin xüsusi müqaviməti nə ilə ölçülür? Xüsusi müqaviməti müəllimlər 10 metr adlanan cihazla ölçülür. Deməli, xüsusi müqavimət nə ilə ölçülür? 10 metr adlanan cihazla ölçülür. Aha. Müəllimlər, ikinci qeydimiz nədən ibarətdir? Deməli, birinci qeydimiz oldu ki, xüsusi müqavimət deməli, ancaq növ və temperaturdan düz mütənasib asılıdır. Digər kəmiyyətlərdən asılı deyil. İkinci qeydimiz isə ondan ibarətdir ki, voltmetr naqilə hər zaman paralel, ampermetr isə naqilə ardıcıl qoşulur. Deməli, ampermetr naqilə ardıcıl bağlanır və naqildəki cəryan şiddətini ölçür. Ölçdüyü cəryan şiddətinə ampermetrin göstərdiyi təsiri mümkün qədər azaltmaq üçün ampermetrin müqavimətini çox kiçik götürürlər.
Ona görə də ampermetri dövrəyə birbaşa qoşmaq olmaz. Çünki qısa qapanma baş verər və ampermetrin müqaviməti kiçik olduğu üçün cərəyan şiddəti çox böyük qiymət alar və ampermetrin dolağı yanar. Voltmetr və ya ampermetri dövrəyə qoşarkən diqqət eləmək lazımdır ki, bu ölçü cihazlarının müsbət sıxacı mənbəyi müsbət qütbü tərəfinə, mənfi sıxacı isə mənfi qütbü tərəfə birləşdirilsin. Əks halda cihazın əqrəbi geri çalışar və cihaz xarab ola bilər. Aha. Deməli, bu da danışdıq ampermetrlər haqqında. İndi gəlin baxaq müəllimlər, naqillərin ardıcıl və ya paralel birləşməsinə. Verilmiş naqillərdən müxtəlif elektrik müqavimətli naqillər almaq məqsədi ilə onlar ya ardıcıl, ya da paralel birləşdirilir. Ardıcıl birləşmədə birinci naqilin sonu ikincinin başlanğıcına, ikinci naqilin sonu üçüncünün başlanğıcına və s. bax belə birləşdirilir. Yəni göstərmək üçün də daha dəqiq göstərmək üçün baxın sizin üçün dövrə hissəsini göstərmişəm burada. Deməli necə bağlandı? Birinci naqilin sonu ikincinin başlanğıcına, ikinci naqilin sonu üçüncünün başlanğıcına neyinir? Birləşdirilir. Ardıcıl birləşmədə elektrik dövrəsi budaqlanmır və bütün naqillər dövrəyə növbə ilə bir-birinin ardınca qoşulur. Deməli, müəllimlər, ardıcıl birləşmə zamanı dövrənin istənilən hissəsində cərəyan şiddəti sabit qalır, dəyişmir, bərabər olur. Yəni, bax bu hissədə cərəyan şiddəti nə qədərdirsə, bu hissədə də o qədər olacaq, bu hissədə də, bu hissədə də o qədər olacaq. Deməli, cərəyan şiddətləri bərabərdir. İkinci, deməli, biz üç kəmiyyəti burada xarakteriz eləməliyik, analiz eləməliyik. Cərəyan şiddəti, gərginliyi və müqaviməti. Ardıcıl birləşmədə dedik ki, cərəyan şiddəti sabitdir. Müəllimlər, deməli, gərginlik ayrı-ayrı hissələrdəki gərginliklərin cəminə bərabər olacaqdır. Bu bərabərdir. O1 üzərinə gələnsin, O2 üzərinə gələnsin, ON. Yəni, N dənədirsə ON. Bəs ümumi müqavimət nəyə bərabər olacaq? Ümumi müqavimətdə ayrı-ayrı dövrə hissələrindəki müqavimətlərin cəminə bərabər olacaqdır. Xüsusi halda, əgər hissələrdəki müqavimətlər bərabər olarsa, o zaman ümumi müqavimət tapmaq üçün, deməli, bir dənə müqavimətinin qiymətini, yəni sayına vurmaq lazım. Məsələn, tutaq ki, müqavimətin birinin qiyməti 5 ohmdur, tutaq ki, 6 dənə də rezistor birləşdirilibdir. O zaman nə edəcəyik? 6 vuraq 5-dən olacaq 30 ohm ümumi müqavimətimiz. Deməli, bunu eyni zamanda necə yadda saxlaya bilərik? Düsturumuz necədir? I bərabərdir. O bölünmüş R düsturu deyilmi? Dedik ki, I ardıcıl birləşmədə dəyişmir, sabitdir. Gərginlik artdığı üçün, bax, gərginlik artır. Ayrı-ayrı hissələrdəki gərginliyi biz toplamalıyıq ümumi gərginliyi tapmaq üçün. Gərginlik artırsa, cərəyan şiddəti də dəyişmirsə, müəllimlər, müqavimət də artmalıdır. Deməli, o zaman ardıcıl birləşmədə gərginliklə müqavimət, baxın, I sabit qaldığı üçün düz mütənasibdir də. Deməli, o zaman gərginlik artdığı üçün müqavimət də artacaq. Əgər yadınıza saxlaya bilmirsinizsə, məsələn, ardıcıl birləşmədə artırmı, azalırmı? O zaman, bax, düsturu yazın, I bərabər O bölək R. I sabitdir. Bunu bilirik ki, ardıcıl birləşmədə cərəyan şiddəti dəyişmir. Gərginlik də artır, deməli, o zaman, axı, burada düz mütənasib asıllıq var. Gərginlik artdığı üçün müqavimət də artacaqdır. Belə yadınızda saxlaya bilərsiniz. Aha. Deməli, bu oldu naqillərin ardıcıl birləşdirilməsi. İndi gəlin müəllimlər, paralel birləşməyə baxaq. Deməli, paralel birləşmə nədir? Bəs paralel birləşmə zamanı naqillərin bir ucu dövrənin eyni bir nöqtəsinə, digər ucu isə dövrənin digər nöqtəsinə birləşir. Deməli, bax, bir ucu bir nöqtəyə, digər ucu isə o bir nöqtəyə. Baxın, gördünüz, bax, bu ucu gəldi, bu nöqtəyə birləşdirdi, bu bir nöqtəyə birləşir. Eyni zamanda hər bir rezistor üçün bu keçərlidir. Deməli, paralel birləşmədə gərginliklər bərabərdir. Paralel birləşmə deyən kimi ilk ağlımıza gələn nə olur ki, deməli, gərginliklər sabitdir. Yəni, ümumi mənbədəki gərginlik nə qədərdirsə, hissələrdəki gərginlik də ona bərabər olacaqdır. Deməli, o zaman gərginlik sabitdir. Bəs cərəyan şiddəti necə olur? Cərəyan şiddəti, deməli, budaqlanan hissələrdəki cərəyan şiddətinin cəminə bərabər olacaqdır. I bərabərdir. I1 üzərinə gələk I2, üzərinə gələk I3. Aha. Sonra müqavimətlər səməlilər tərsi ilə toplanacaqdır. Yəni, 1 bölək R bərabər olacaq, R ümumi bərabər olacaq. 1 bölünmüş R1 üzərinə gəlsin, 1 bölünmüş R2 üzərinə gəlinmiş, 1 bölünmüş Rn. Xüsusi halda, əgər, məsələn, N bərabər 2 dənə, məsələn, rezistor olarsa dövrədə, o zaman ümumi müqaviməti tapanda R1, R2 bölünmüş R1 plus R2. Yəni, bu 2 dənə müqavimətin, deməli, qiymətlərini bir-birinə vurub, neyəcəyik? Toplayacağıq. Aha. Əgər müqavimətlər bərabər olarsa, ümumi müqaviməti tapanda bir dənə
naqildəki müqaviməti saya böləcəyik. Deməli, bu da oldu bizim naqillərin paralel birləşməsi. Aha, burada bizim qeydimiz olacaq müəllimlər. Qeydimiz nədən ibarətdir? Deməli, ardıcıl birləşmədən paralel birləşməyə keçəndə, məsələn, bəzən testlərdə suallar olunur ki, məsələn, tam ki 3 dənə naqil əvvəlcə ardıcıl birləşdirilmişdi, sonra həmin o naqillər, həmin o məsələn rezistorlar indi paralel birləşdirildi. Ümumi müqavimət necə dəyişir? Ardıcıl birləşmədə biz dedik ki, baxın, ardıcıl birləşmədə ümumi müqavimət artırdı, sayına vururduq, düzdür. Amma paralel birləşmədə sayına bölürdük, yəni azalırdı. Deməli, o zaman çoxdan aza keçəndə ardıcılda çox olur, paraleldə az olur. Çoxdan aza keçəndə n kvadrat dəfə azalacaq müqavimət. Amma paraleldən ardıcıla keçəndə paraleldə az olurdu, sayına bölürdük. Ardıcılda isə çox olurdu, sayına vururduq. Azdan çoxa keçəndə nə olacaq? N kvadrat dəfə artacaq. Yəni sayı 3 dənədirmi? Deməli deyəcəksiniz ki, əvvəlcə paralel birləşibdi, sonra ardıcıl. Deməli o zaman sayı 3 dənədirsə deməli nə olacaqdı? Müqavimət 9 dəfə artacaqdı. Əksinə, əgər əvvəlcə ardıcıl birləşib, sonra paralelə keçibsə, o zaman nə olacaq? 9 dəfə azalacaqdı. İndi mən şərti olaraq burada 3 dedim. 2 olar, 5 olar, 4 olar, hər nəysə. Yəni sayının kvadratı dəfə artacaq və ya azalacaq. İkinci qeydimiz nədən ibarətdir? Məsələn, bəzən test həllərində verirlər ki, ardıcıl birləşməyin qiyməti bu qədərdir, paralel birləşməyin qiyməti bu qədərdir. Soruşulur ki, dövrəyə neçə dənə rezistor məsələn qoşulmuşdur, neçə sayını tapın. O zaman nə edəcəyik? Kök altında R ardıcıl bölünmüş R paralel. Və yaxud da ki, sayını istəyəndə kökün altında ardıcılı paralelə bölürük. Və yaxud da ki, bir müqavimətin qiymətini istəyirsə isə kökün altında ardıcılı paralelə vuracağıq. Deməli, bu da oldu ardıcıl və paralel birləşmələr haqqında. Aha. Deməli, müəllimlər, indi gəlin baxaq sabit cəryanın işi və gücü Joule-Lenz qanununa. Aha, naqildəki elektrik cəryanı özünü müxtəlif təsirlərlə göstərir dedik. İstilik, maqnit, kimyəvi və s. təsir və s. yox, 3 təsirlə, istilik, maqnit və kimyəvi təsirlərlə özünü büruzə verir. Bu təsirlərin hər birində elektrik cəryanının enerjisi başqa növ enerjiyə çevrilir. Məsələn, qızdırıcı cihazlarda daxil enerjiyə, elektrik mühərriklərində mexaniki enerjiyə və s. çevrilir. Enerjinin çevrilmə prosesi iş görmənin nəticəsidir. Yəni, naqildən elektrik cəryanı keçərkən elektrik sahəsi iş görür. Sahənin gördüyü iş isə naqilin en kəsindən keçən elektrik yükünün miqdarından və bu naqilin uzlarındakı bu gərginliyindən asılıdır. Yəni, A bərabərdir Q, U düsturu bizim iş düsturumuzdur. Biz burada Q-nün yerinə İT yazsaq, iş düsturumuz I-U-T şəklinə düşər. Nəzərə alsaq ki, cərəyan şiddəti U bölünmüş R, gərginlik isə U bərabər IR düsturundan hesablanır. O zaman müəllimlər, bax burada biz işin düsturu üçün fərqli ifadələr alarıq. Məsələn, I-nin yerinə U bölünmüş R yazsaq, o zaman düsturumuz hansı formaya düşəcəkdir? I-nin yerinə deməli U bölünmüş R yazsaq, o zaman olarmı? U kvadratı bölünmüş R vurulmuş T. Və yaxud da ki, U-nun yerinə IR yazsaq, o zaman olacaq I kvadratı RT. Yəni, baxın, bu düsturları da almış oluruq. Yəni, bax, o da hansı düsturların əsasında olur? Bax, bu düsturların əsasında ifadə edirik, yerinə yazırıq. Məsələn, bəzən məsələ həllində bizə lazımdır, verilir cərəyan şiddəti müqaviməti. O zaman bizə nəyə görə biz U kvadratı belə R vurulsun T düsturunu yazaq ki? Biz birbaşa bu düsturu yazırıq. Bu düsturla cavabımızı birbaşa almış oluruq. Aha, deməli, verilmiş dövrə hissəsi deyirsə, deməli, nə olacaqdır? R sabit olacaqdır. Deməli, müəllimlər, indi bizdən məsələn, burada mən ifadə eləmişəm, göstərmişəm qrafiklərini. Məsələn, bəzən deyir ki, görülən işin cərəyan şiddətindən, gərginlikdən asıllığına baxın. Yenə, eyni zamanda həmişə dediyimiz kimi, baxırıq ki, nəyi sabit veribdir. Məsələn, elə olur ki, gərginliyi sabit verir. Gərginlik sabitdirsə, A-nın R-dən asıllığını istəyirsə, deməli, mən hansı düsturu seçməliyəm? Elə düstur seçməliyəm ki, deməli, orada nə olsun? Orada o sabit qalsın. O sabit qalsın ki, mən R-in asıllığına baxım. Deməli, mən hansı düsturu seçməliyəm? Bax, gərginlik sabitdirsə, işin müqavimətdən asıllığı üçün mən bu düsturu seçməliyəm. Deməli, o zaman A-nın R-dən asıllığı baxın, tərs mütənasib asılı olacaqdır. Sonra məsələn, A-nın I-dən U-dan asıllığını istəyirsə, deməli, bax, bu düsturu seçməliyəm mən. Deməli, burada, yox, burada I kvadratı. I-dən U-dan asıllıq, baxın, müəllimlər, müqavimət sabit olanda, R sabit olanda, baxın, yenə bu düstur, bu düstur. Hər ikisində, bax, U kvadratı, I kvadratı kvadratikdir. Ona görə, baxın, burada kvadratik asıllığı seçirik. Məsələn, A-nın R-dən asıllığı. Deməli, bu hansı düstura əsasən? A, R-dən düz mütənasib asılırsa, deməli, bu I kvadratı RT düsturuna əsasəndir. Deməli, burada cərəyan şiddəti sabit qalıb ki,
görülən iş müqavimətdən düz mütənasib asılı olubdur. Yəni, hansı kəmiyyət sabit qalırsa, biz o düstura baxmalıyıq digər iki kəmiyyətin müqayisəsi üçün, asıllığı üçün, düzgün tapmaq üçün. Yəni ki, hansından düz mütənasib asılıdır, hansından tərs mütənasib asılıdır. Dedik ki, cəryanın işi də elektrik sayğacı vasitəsilə ölçülür. Aha, indi müəllimlər, gəlin baxaq cəryanın gücünə. Elektrik cəryanının gücü, cəryanın gördüyü işin, bu işin görməyə sərf olunan zamana nisbəti ilə ölçülən kəmiyyətdir. P bərabərdir A bölünmüş T düsturu ilə hesablanır. Yəni, müəllimlər, bayaq aldığımız iş düsturlarının hamısını, bax, bu 3 düstur var idi. Bu iş düsturunun hamısında zamana bölməklə biz güc düsturunu ala bilirik. Məsələn, iş düsturu IUT deyildimi? Zamana böldük, IU-nu aldıq. Məsələn, I kvadratı RT deyildimi? İş düsturu zamana böldük, I kvadratı R ifadəsini aldıq. Digər düsturumuz isə U kvadratı bölünmüş R vurulmuş T idi. Onu da zamana böldük, bax, bu düsturu almış olduq. Yəni, güc görülən işin zamana bölünməsi ilə alınan bir kəmiyyətdir. Ona görə də işin düsturlarının hamısını zamana böləndə biz gücü almış oluruq. Deməli, güc vahidi olaraq 1 joule bölünmüş saniyə, bax, bu düstura əsasən işin vahidi jouldur, zamanın vahidi saniyədir. 1 joule bölünmüş saniyə, bunda 1 watt qəbul olunmuşdur. Deməli, güc vahidi olaraq 1 watt qəbul olunmuşdur. İndi müəllimlər, gəlin baxaq Joule-Lenz qanununa. Deməli, naqildən cərəyan keçən zaman istilik təsirinə görə naqildə müəyyən qədər qızma baş verir. Qızmanın səbəbi nədir bəs? Qızmanın səbəbi toqquşmaların baş verməsidir. Yəni, enerjinin saxlanma qanununa görə yüklü zərrəciklər naqilin daxilində hərəkət edən zaman elektrik sahəsinin yüklü zərrəciklər üzərində gördüyü iş naqilin qızmasına sərf olunur. O zaman elektrik sahəsində görülən iş, belə deyək də, elə naqildə ayrılan istilik miqdarına bərabər olur. Yəni, A bərabər Q olur. Amma biz A-nın düsturlarında öyrənmişdik də, az öncə öyrəndik ki, IUT düsturu, I kvadratı RT düsturu və yaxud da ki, U kvadratı bölünmüş R vurulmuş T düsturu. Deməli, bu düsturların hamısı, deməli, eyni zamanda naqildən ayrılan istilik miqdarı üçün də keçərlidir. Çünki dedik ki, görülən iş elə naqilin qızmağına sərf olunur. Aha. Deməli, Q də naqildə ayrılan istilik miqdarı oldu. Müəllimlər, eyni zamanda bayaq dediyimiz Q-nün, yəni bayaq biz A-nın T-dən və yaxud da R-dən, I-dən, O-dan asılıqlarını danışdıq haqqında. Eyni qrafiklər naqildə ayrılan istilik miqdarı üçün də doğrudur. Eyni qrafiklərdir. Sadəcə olaraq burada bayaq A üçün danışdıq, indi Q üçün ifadə eləmişik. Məsələn, ardıcıl birləşmədə deməli, naqildə ayrılan istilik miqdarı müqavimətlərlə düzün tənasib asılı olacaq. Hardan aldıq bunu? Düstura əsasən aldıq. Bax, Q bərabərdir I kvadratı RT deyilmi? Elə düstur seçməliyəm ki, orada I sabit olsun. Niyə? Çünki ardıcıl birləşmədə. Ardıcıl birləşmədə I sabitdir. I sabit olduğu üçün, bax, bu düstura əsasən baxacam mən Q-nin R-dən asıllığına. I sabit olanda Q R-dən düz mütənasib asılıdır. Deməli, baxın, ardıcıl birləşmədə Q ilə R-in asıllığını düz mütənasib olaraq götürmüşük. İndi paralel birləşmədə dedik, nə sabitdir? Gərginlik sabitdir. Gərginlik sabitdirsə, deməli o zaman biz Q ilə R-in birləşməsinə tərs mütənasib asılılıq kimi baxacağıq. Baxın, yazmışıq. Paralel birləşmədə Q ilə R bir-biri ilə tərs mütənasib asılı olur. Deməli, ardıcıl birləşmədə Q ilə R bir-biri ilə düz mütənasib asılıdır. Paralel birləşmədə Q ilə R bir-biri ilə tərs mütənasib asılıdır. Bu da nəyin hesabınadır? Ardıcıl birləşmədə I sabitdir. Ona görə I kvadratı RT düsturuna əsasən baxırıq. Naqildə ayrılan istilik miqdarına. Paralel birləşmədə isə o sabit olduğu üçün U kvadratı bölünmüş R vurulmuş T düsturuna əsasən, deməli, naqildə ayrılan istilik miqdarı müqavimətlə tərs mütənasib asılı olacaq. Bu asılılıqlar müəllimlər bizim işimizə çox yarayır. Yəni, bəzən birləşmələr verilib, ardıcıl birləşmədir. Deyir ki, müqavimətlər verilir orada. Deyir ki, istilik miqdarlarını müqayisə edin. Aha, baxıram, ardıcıl birləşmədir. Deməli, hansı düsturdan, hansı asılılıqdan istifadə edəcəm? Düz mütənasib yüklə, naqildə ayrılan istilik miqdarı ilə müqavimət düz asılıdır. Bu asılılıqdan istifadə edib, biz oradan deməli ayrılan istilik miqdarının nisbətini çox asanlıqla tapa bilirik. Aha, deməli indi gəl müəllimlər baxaq tam qapalı dövrə və elektrik hərəkət qüvvəsi. Sabit elektrik cəryanı ancaq qapalı dövrədə mövcud ola bilir. Naqilin uclarında fasiləsiz olaraq potensiallar fərqi yarandıqda, ondan mütəmadi olaraq elektrik cəryanının keçməsi təmin olunur. Naqilin uclarında fasiləsiz olaraq elektrik yüklərinin toplanılması cərəyan mənbəyi və ya generator vasitəsilə dedik yerinə yetirilir. Aha, cərəyan mənbələrində yüklü zərrəciklərə elektrostatik təbiətli, yəni elektrostatik qüvvələrdən fərqli qüvvələr təsir edir. Belə qüvvələr kənar qüvvələr adlanır. Kənar qüvvələrin istiqaməti elektrostatik qüvvənin əksinə yönəlir.
Deməli, yüklü zərrəciklərə təsir edən və elektrostatik təbiətə malik olmayan bütün qüvvələr kənar qüvvələr adlanır. Deməli, necə oldu? Yüklü zərrəciklərə təsir edən və elektrostatik təbiətə malik olmayan bütün qüvvələr kənar qüvvələr adlanır. Cərəyan mənbəyi sərbəst yüklü zərrəciklərə təsir edən kənar qüvvələri yaradan qurğudur. Deməli, nə oldu? Cərəyan mənbəyi eyni zamanda dövrədə cərəyanın mütəmadi davam etməsini təmin edən bir qurğudur. Kənar qüvvələr müxtəlif təbiətli ola bilir. Məsələn, generatorlarda hərəkət edən naqildəki elektronlara maqnit sahəsi tərəfindən təsir edən qüvvə kənar qüvvədir. Akkumulyator və qalvanik elementlərdə bu qüvvələr kimyəvi qüvvələrdir və s. Deməli, cərəyan mənbəyi olan dövrədə naqilin bir ucundan digər ucuna nə qədər elektrik yükü keçərsə, mənbəyin yaratdığı kənar qüvvələrin işi hesabına həmin uca bir o qədər də elektrik yükü gəlir. Nəticədə naqilin uclarında potensiallar fərqi sabit qalır. Deməli, bir də deyirəm, cərəyan mənbəyi olan dövrədə naqilin bir ucundan digər ucuna nə qədər elektrik yükü keçirsə, mənbəyin yaratdığı kənar qüvvələrin işi hesabına həmin uca bir o qədər də elektrik yükü gəlir. Nəticədə nə olur? Potensiallar fərqi sabit qalır. Deməli, dövrədə sabit elektrik cərəyanının olması üçün kənar qüvvələrin zəruriliyi, deməli, enerjinin saxlanma qanununun nəticəsidir. Yəni, elektrostatik sahə potensialı sahə olduğuna görə qapalı elektrik dövrəsi boyunca yüklü zərrəciklərin hərəkəti zamanı bu sahənin gördüyü iş sıfıra bərabərdir. Elektrik cərəyanı keçən naqildə enerji itkisi baş verir. Bu naqildən Joule-Lenz istiliyi ayrılır. Deməli, dövrədə digər enerji mənbəyi olmalıdır ki, onun eşi hesabına itirilən enerji bərpa olunsun. İndi müəllimlər, gəlin baxaq görək elektrik hərəkət qüvvəsi bəs nədir? Yükü qapalı dövrə boyunca hərəkət etdirən zaman kənar qüvvələrin gördüyü işin həmin yükün miqdarına olan nisbətinə bərabər olan fiziki kəmiyyətə elektrik hərəkət qüvvəsi deyilir. Deməli, elektrik hərəkət qüvvəsi A kənar bölünmüş Q düsturu ilə hesablanır. Elektrik hərəkət qüvvəsinin vahidi 1 joule bölü kulon və yaxud da ki 1 volt qəbul olunmuşdur. Deməli, müəllimlər, sabit elektrik cərəyanı yalnız mənbə olan qapalı dövrədə mövcud olur. Qapalı dövrə iki hissədən ibarətdir. Xarici və daxili hissədən. Xarici hissə elektrik işlədiciləri, elektrik ölçü cihazları və birləşdirici naqillərdən ibarətdir. Daxili isə cərəyan mənbəyidir. Daxili hissə isə cərəyan mənbəyidir. Dövrənin xarici hissəsinin müqaviməti böyük R, daxili hissəsinin müqaviməti isə kiçik R ilə işarə olunur. Deməli, tam müqavimət o zaman nəyə bərabər olacaqdır? Xarici müqavimətlə daxili müqavimətin cəminə. Deməli, müəllimlər, buradan bəs biz belə deyəndə tam dövrə üçün Ohm qanunu almış oluruq. Tam dövrədəki, deməli, cərəyan şiddəti mənbəyin elektrik hərəkət qüvvəsi ilə düz, dövrənin tam müqaviməti ilə tərs mütənasib asılıdır. Deməli, nə oldu? I bərabərdir epsilon bölünmüş R plus R düsturu. Yəni, burada R plus R bizim tam müqavimətimizi dedik. Deməli, o zaman cərəyan şiddəti elektrik hərəkət qüvvəsi ilə düz, mənbənin, deməli, dövrənin tam müqaviməti ilə tərs mütənasib asılıdır. Gəl mənimlə, burada indi bizim xüsusi hallarımız var. Xüsusi hallar nədir? Yəni, qısa qapanma şərtinə baxaq, dövrənin açıq halına baxaq, görək bu zaman nələr baş verir. Deməli, mənimlər, qısa qapanma şərti nə idi? Qısa qapanma şərtində R sıfıra yaxınlaşırdı və cərəyan şiddəti özünün maksimal qiymətini alırdı. O zaman, deməli, nə baş verirdi? Qısa qapanma baş verirdi. Yəni, naqillər əriyir və cərəyan mənbəyi sıradan çıxa bilir. Deməli, bax, bu halda naqildən keçən cərəyan şiddəti qısa qapanma cərəyan şiddəti adlanır və yaxud da ki, bu hadisəyə də qısa qapanma deyirlər. Deməli, o zaman I qısa qapanma cərəyan şiddəti, bax, düstur bu düsturdur. Buradakı, dedik ki, R sıfır olarsa, düsturumuz hansı formaya düşür? I bərabərdir, epsilon bölünmüş R formasına. Deməli, bu epsilon bölünmüş R kəmiyyəti oldu qısa qapanma cərəyan şiddəti. Dövrənin açıq halı var. Dövrənin açıq halı bəs nədir? Yəni, R sonsuz böyük qiymət alır. O zaman, deməli, gərginlik, deməli, nəyə bərabər olur? Elektrik hərəkət qüvvəsinə bərabər olur və yaxud da ki, elektrik hərəkət qüvvəsi elə dövrə hissəsinin gərginliyinə bərabər olur. Bir də dövrənin qapalı halı var. Gəlin, indi bir də onu araşdıraq. Oradakı gərginlik nəyə bərabərdir? Dedik ki, düsturumuz tam dövrə üçün düsturumuz nəyə bərabərdir? Cərəyan şiddəti epsilon bölünmüş R plus R idi. Mənimlə buradan epsilonu tapsaq, epsilon nəyə bərabərdir? I R üzərinə gəlinsin, I kiçik R.
Deməli, bax, buradakı bu IR kəmiyyətinə biz gərginlik deməmişikmi? Deməli, o zaman bu IR kəmiyyətin yerinə U yazsaq, düsturumuz hansı formaya düşür? Epsilon bərabərdir U, üzərinə gəlinsin IR. Oradan da biz U-nu tapsaq, U nəyə bərabərdir? Epsilon çıxaq IR. Bax, bu düstur, deməli, dövrənin qapalı hal üçün gərginlik düsturudur. Aha. Deməli, baxın, U-nun R-dən asılılığı bu formada asılılıq olacaq. Müəyyən bir Y qiymətinə qədər artan bir qrafik olur. Deməli, U-nun I-dən asılılığı isə, baxın, belə azalan, xəttə azalan bir qrafik olur. Çünki bax, I-nin qabağındakı işarə mənfi olduğu üçün I artdıqca, deməli, U nə olacaqdır? Azalacaqdır. Aha, indi müəllimlər, gəlin baxaq cəryan mənbələrinin ardıcıl və yaxud da ki, paralel birləşməsinə. Bax, ardıcıl birləşmə eyni naqillərdəki birləşmə kimidir. Yəni, məsələn, müqavimətlərin birləşməsi kimidir, rezistorların birləşməsi kimidir. Deməli, məsələn, baxın, bir neçə burada mənbəni biz ardıcıl birləşdirmişik. Deməli, o zaman baxırıq müəllimlər şəkli təsvir, diqqətlə baxaq. Baxıram ki, baxın, Y1, deməli, epsilon 1 mənbəsi, deməli, baxın, mənfi, müsbət, digəri mənfi, müsbət. Amma üçüncüyə baxın, üçüncü müsbət mənfidir. Bax, bu birinci ilə ikinci görürsünüz, düz qoşulub. Yəni, bunların hər ikisi sanki bir-birini gücləndirir. Amma bu Y3 sanki bunları zəiflədir. Çünki tərs qoşulub baxı bunlara. Bax, bu ikisi mənfi, müsbət. Burada sanki elə bir pozulur. Bu olur müsbət, mənfi. Və bu ikisi bir-birini gücləndirir. Belə deyim də, enerjini artırır. Buradakı isə bunların sanki azaldır da, əks gedir. Bunlara protiv gedir. Deməli, o zaman biz yekun mənbəyi, cəryan mənbəyini, deməli, elektrik hərəkət qüvvəsini tapsaq, deməli, nə edəcəyik? Y1 ilə Y2-nin, epsilon 1 ilə epsilon 2-ni toplayacağıq, epsilon 2 isə çıxacaq. Çünki epsilon 3 bunların əksinədir. Yəni, zəiflədir bunları. Deməli, o zaman yekun elektrik hərəkət qüvvəsi birinci elektrik qüvvəsinin, ikinci elektrik qüvvəsinin cəmi çıxılsın üçüncü elektrik hərəkət qüvvəsinə bərabərdir. Çünki birinci və ikinci düz qoşulub, digəri isə bunları tərs qoşulubdur. Mənfi, müsbət, digəri isə baxın, müsbət mənfidir. Deməli, daxili müqaviməti tapsaq, daxili müqavimət ümumi xarici müqavimətin tapıldığı kimi ardıcıl birləşmədə müqavimətlər nəyə bərabər idi? Toplanmırdı mı? Eyni qaydada ümumi müqaviməti tapsaq, R1 üzərinə gəlinsin, R2 üzərinə gəlinsin, R3 olacaq. Deməli, dedik ki, cəryan şiddətimiz hansı düsturdan hesablanırdı? Elektrik hərəkət qüvvəsi bölünmüş tam müqavimət, yəni R üzərinə gəlinsin, R. Gərginliyi isə deməli, o bərabərdir. Bax, bu cəryan şiddətinin bu ifadəsini R-ə vurmaqla da tapa bilərik və yaxud da ki, baxın, bu ifadənin o bərabərdir. Epsilon çıxaq IR ifadəsinə də tapa bilərik. İndi gəlin bir nümunə üzərində baxaq müəllimlər buna. Gəlin qiymət verək bu epsilonlara, müqavimətlərə, hesablayaq görək necə olur. Baxın, tutaq ki, dövrənin müqaviməti xarici müqaviməti 2-dir. Daxili müqavimət isə hər biri R1, R2, R3, hər biri 1 ohm olsun. Birinci elektrik hərəkət qüvvəmizin qiyməti 15 volt, ikinci 10 volt, üçüncü isə 5 volt olsun. Gəlin, indi biz burada həm ümumi yekun elektrik hərəkət qüvvəsini hesablayaq, həm ümumi müqaviməti hesablayaq. Bir-bir baxaq görək hansı necə dəyişir. Bax, müəllimlər, dedik ki, düstur yekun elektrik hərəkət qüvvəsini tapanda dedik, birinci ilə ikincini toplayacağıq, çünki düz qoşulublar. Üçüncü isə sanki bunları zəiflədir. Deməli, o zaman müəllimlər, mikrofon kimdəsə açıqdır. Xahiş edirəm, bağlayaq. Sonda kimin sualı olarsa verir. Deməli, o zaman yekun elektrik hərəkət qüvvəsini tapanda nə edəcəyik? Birincinin qiyməti 15, ikincinin qiyməti 10. Bax, bunları toplayacağım. Çünki düz qoşulublar. 15 ilə 10 topladım, oldu 25. Dedim ki, Y3 tərs qoşulubdur. Bunları zəiflədəcək. Deməli, o zaman nə edəcəyik? 15 ilə 10-un cəmindən 5-i çıxacaq. Üçüncü elektrik hərəkət qüvvəsinin qiymətini çıxacaq. Deməli, 15, 10, 25, 5-i çıxdım, oldu nə qədər? 20 volt. Ümumi müqavimət dedik, ümumi daxili müqavimət eyni ilə xarici müqavimətlərin tapılması kimidir. Ardıcıl birləşmə olduğu üçün üçünü toplayacaq. Hər biri bir ohmdur. Ümumisi nə qədər olacaq? 1 üzərə gəlsin, 1 üzərinə gəlsin, 1-dən olacaq 3 ohm. Aha, o zaman cəryan şiddətini tapa bilərəm. Xarici müqaviməti bilirəm. Daxili müqaviməti tapdım. Yekun elektrik hərəkət qüvvəsini tapdım. O zaman I bərabərdir. Epsilon bölünmüş. Bax, bu düstura əsasən. Epsilon bölünmüş R plus R düsturuna əsasən. Yekun elektrik hərəkət qüvvəmiz 20. Şərtdə vermişdim xarici müqavimət 2, daxili müqaviməti tapdıq ki, nə qədər oldu? Daxili müqavimət, aha, buradadır 3. Deməli, o zaman 20 bölünmüş 2 üstə gələ 3-dən cəryan şiddətimiz olur 4 amper. O bərabərdir. Bu düstura əsasən mən tapmışam, siz digər düstura əsasən tapa bilərsiniz. O bərabərdir.
Deməli, Y-miz nə qədər idi? Yəni elektrik hərəkət qüvvəmiz 20 vurulsun xarici müqavimətimiz 2 bölünsün 2 ilə 3-ün cəmi. Bu da olacaq 8 volt və yaxud da ki, digər düstur əsasında tapa bilərik. Bax, bu oldu cərəyan mənbələrinin ardıcıl birləşməsi. Deməli, ardıcıl birləşmədə mənbələrin işarələrinə fikir veririk. Deməli, eyni işarəli olanlar bir-birini belə deyək də gücləndirəcək, onlara əks işarəli olansa onu zəiflədəcəkdir. Deməli, onu çıxacağıq. Aha, indi gəlin bir də paralel birləşməyə baxaq. Naqillərin paralel birləşməsi, mənbələrin paralel birləşməsi daha doğrusu. Deməli, paralel birləşmədə isə müəllimlər, yekun elektrik hərəkət qüvvəsi. Bax, istəyirsiniz burada n dənə birləşsin. Bax, burada təzədən birini də birləşdirək. Və yaxud da ki, birini də birləşdirək. Yekun bir dənəsinə bərabərdir. Bir dənəsinin qiymətini götürəcəyik. Bir dənəsinin qiyməti nə qədərdirsə, onsuz da hamısında qiyməti eyni olur. Paralel birləşmədə hamısını, biri 5-dirsə, hamısını 5 verəcəkdir. Birinin qiymətini götürəcəyik. Da nə toplamırıq, nə çıxmırıq. Deməli, paralel birləşmədə, mənbələrin paralel birləşməsində deməli, o zaman bir dənə elektrik hərəkət qüvvəsinin qiymətini götürürük, onun üzərində hesablamalarımızı aparırıq. Amma daxili müqavimətin tapılmağı paralel birləşmədə necədirsə, indi məsələn, mən burada ikisini birləşdirmişəm deyənə, ikisi üçün yazmışam, R1, R2 bölünmüş R1 plus R2. Əgər burada n dənə olsaydı, 5 dənə olsaydı, 6 dənə olsaydı, 1 bölünmüş R bərabərdir, R ümumi bərabərdir, 1 bölünmüş R1 üzərinə gəlinsin, 1 bölünmüş R2 üzərinə gəlinmiş 1 bölü R-in şəklində hesablayardıq. Yenə eyni zamanda cərəyan şiddəti epsilon bölünmüş R plus R düsturundan, gərginlik isə, yəni bu düsturundan da yuxarıdakı U bərabərdir, epsilon çıxılmış IR düsturundan da tapa bilərik. Aha, indi gəlin müəllimlər, baxaq, qapalı dövrədə faydalı iş əmsalına. Biz dedik ki, faydalı iş əmsalı, faydalı işin görülən tam işə nisbətinin faizlərlə ifadəsi və yaxud da ki, faydalı gücün tam gücə olan nisbətinin faizlərlə ifadəsinə bərabərdir. Baxın, buradakı tam işi biz İ-Y-T şəklində, faydalı iş isə İ-U-T şəklində yazsaq, deməli o zaman biz hansı düsturları almış oluruq faydalı iş üçün? Faydalı iş üçün U bölünmüş Y düsturunu almış oluruq. Aha, aha. Deməli, bax, bu düsturu almış oluruq, U bölünmüş Y düstur, əsas düsturlar, R bölünmüş R plus R düsturunu almış oluruq, bir də müəllimlər, 1 çıxaq, İR bölünmüş Y düsturunu almış oluruq. İndi gəlin bunun qrafiklərinə baxaq, qrafiklərimizi necə yadda saxlayaq. Deməli, müəllimlər, burada mən sizin üçün bir qeyd yazmışam. Deməli, mənbənin sıxaclarındakı gərginlik və xarici müqavimət artanda faydalı iş əmsalı artacaqdır. Baxın, müqavimət artanda, gərginlik artanda, bax, düstur əsasəndə, müqavimət də artanda, gərginlik də artanda, bax, faydalı iş əmsalı düz asılıdır, artacaq. Amma bax, cərəyan şiddəti artanda, bunun qabağı mənfidir, axı, cərəyan şiddəti artanda, bax, bu faydalı iş əmsalı azalacaqdır. Bax, belə yadınızda saxlaya bilərsiniz ki, deməli, etanın İ-dən asılılığı xətti azalan funksiyanın azalır. Deməli, məsələn, baxın, eta U-dan asılıdır, düz mütənasib şəkildə, etanın R-dən asılılığı sanki bu əslində kök altı ifadənin qrafikini oxşur. Amma burada da yəni artan qrafik kimi bunu göstərə bilərik. Aha, deməli, dedik ki, qeydimizi bir də təkrarlayıram. Mənbənin sıxaclarındakı gərginlik, xarici müqavimət artanda faydalı iş əmsalı artacaq. Dövrədəki cərəyan şiddəti artanda isə faydalı iş əmsalı azalacaq. Qısa qapanmada isə faydalı iş əmsalı 0 olur. İndi müəllimlər, gəlin əsas məsələ biz nümunələr üzərində, nümunələrimizə baxaq, nümunələr üzərində daha da yaxşı araşdıraq. Deməli, nümunələrimizin birincisinə gəlin baxaq. Birinci nümunəmiz əslində rahatdır, asandır. Birinci nümunədə nə deyir? Belə bir dövrə verilibdir bizə. Dövrədə nə istəyir bizdən? Dövrədə bizdən I1 və bölünmüş I2 nisbətini istəyir. Baxıram ki, dövrə necə dövrədir? Paralel birləşmiş dövrədir. Paralel birləşmədə deməli nə olacaq? Cərəyan şiddətləri ilə müqavimətlər necə asılı olacaqdır? Paralel birləşmədə gərginlik sabit olduğu üçün I bərabərdir. U bölünmüş R düsturuna əsasən. Müəllimlər, paralel birləşmədir. Bax, o sabitdir. I ilə R necə asılı olacaq? Yaza bilərəmmi I1-nin I2-yə olan nisbəti bərabərdir. R2-nin R1-ə olan nisbəti. Aha, R2-nin müqaviməti nə qədərdir? 3. R1-in müqaviməti nə qədərdir? 6. Deməli, nisbətim olacaq 2-də 1. Yəni, bu qədər sadə. İkinciyə baxaq. Gəlin baxaq görək. Bizdən ikincidə nə istəyir? Ampermetrin göstərişini istəyir. 2 nə qədərdir? İndi gəlin müəllimlər, bura diqqətlə baxaq. Biz bundan əvvəlki dərsimizdə kondensatorlarda hərfləndirmə metodunu öyrənəndə orada qaydalar yazmışdıq. Görüm indi kimin yadındadır qaydalar. Biz nə demişdik? Dedik ki, ampermetrin deməli, uclarını eyni hərflə birləşdirirdik, yoxsa eyni hərflə adlandırırdıq, yoxsa müxtəlif hərflərlə? Kimsə deyə bilər mənə? Eyni hərflər. Bəs voltmetr
Onlar da eyni Yox, fərqli- hərflər. Yox, fərqlidir. Ampermetr müəllimlər sanki bir düz tel kimi düşünək. Ampermetr olan bax bu deməli buraları eyni hərflə birləşdirəcəyik. Amma voltmetr də fərqlidir. İndi bax bu dediyimiz qaydanı gəlin burada tətbiq edək. Gəlin indi adlandıraq. Adlandıranda görəcəyik ki, fərqli bir şeylər ortaya çıxır. Gəlin indi baxaq. Bax bura adı burada olsun B bu tərəf. Gəlin adlandıraq. Deməli o zaman burada olacaq A. Bax burada olacaq A. İndi gəlin müəllimlər gedə bilirəm mən bu tərəfə. A'dan gedə bilirəmmi? O zaman keçək bir digər hissəyə. B'dən gəlin gedək. Bax B. Burada yazdım B. Burada yazdım B. Bura yazdım B. Bura yazdım B. İndi nə edeyim mən? Buradan A'nın üzərindən keçim gedim mi? Yoxsa bu tərəflərə mən başqa hərflərimi yazım? Başqa hərflər D yazaq. Yox, müəllim. A'nın Bax, üstündən keçə bilərik. ampermetr. D yaza Bəli. bilərik. A'nın Baxın, üstündən. buradan gəlib keçəcəkdir. Bəli. Paralel. Dövrədə ampermetr Aha. olan naqili düz tel kimi düşün. Hərfi dəyişmə. Gəldik. Bax B'dən gəldim, keçdim, burada yazıram B. Buraya B yazan kimi burada B yazıram. O zaman burada B yazıram. Deməli o zaman müəllimlər burada bəs mən nə görürəm? Bax bu 10 ondan bu aşağıdakı 10-un Eyni eyni hərf arasında hərf qaldı. arasında qaldı. Çıxacaqmı bunlar? Qısa qapanma oldu. Getdi. Bəli, sıradan çıxdı. Deməli o zaman nə qaldı burada? Amma baxanda heç əvvəlcə bunu heç yəni belə ilk görünüşdə adam bu görünmür də. Yəni baxdıqca artıq görürsüz. Belə deyim də hərfləndirməyin üstünlüyüdür bu. Ampermetrin göstərişi nə olacaqdı? Gərginlik verib mənbəyin gərginliyi 30-dur. Da bir dənə rezistor qaldı. Onun da müqavimətini bilirəm. O zaman deməli nə olacaqdı? Deməli I bərabər olacaqdı. U bölünmüş R-dən. O zaman deməli U'muz nə qədərdir? 30. Müqavimətimiz nə qədərdir? 5. Deməli oldu. 30 bölünmüş 5-dən 6 amper. Gördükmü müəllimlər? Necə rahat oldu. Deməli qeydimiz nədən ibarətdir? Dövrədə ampermetr olan naqili düz tel kimi düşün. Hərfi dəyişmə. Bu qaydadır. Deməli ampermetrdə hərfi dəyişmirik. Amma bu qayda voltmetrə aid deyil. Əgər burada voltmetr olsaydı, əlbəttə biz artıq bunun üstündən keçib gedə bilməzdik. Onda məcbur bura başqa bir hərf yazacağıq. D yazacağıq məsələn, həm C yazacağıq. Amma bu ampermetr olduğu üçün biz artıq bu qaydanı tətbiq edə bildik. Bu oldu bizim deməli ikinci nümunəmiz. İndi Müəllimə, gəlin baxaq. Bəli. üzr istəyirəm. Bəs vatmetr var, gücü ölçənəcəz. Ona da dövrədə rast gələ bilərik. Bəs onda necə qəbul edirik? Müəllimə, bu dediyimiz qayda ampermetrə aiddir. Bu ampermetrə aiddir ki, onu düz tel kimi düşünürük. Qalanlarına aid deyil. Deməli, üçüncü bəs gəlin baxaq görək. Üçüncüdə nə verilibdi bizə? Rezistorlardakı gərginliklər arasında deməli nə edirik? Münasibəti tapırıq. Bizə də nə veribdi? Gərginlik sabitdir. Aha müəllimlər, rezistorlar deməli gərginliklər arasındakı bir münasibəti tapın, düzdürmü? Yaxşı, ilk öncə gəlin baxaq görək. Burada biz nə edə bilərik? Nə yaza bilərik? Bax ilk öncə yuxarı hissəyə baxaqmı? Bax bu yuxarı hissəyə baxaq ilk öncə. Yuxarı hissənin müqaviməti nə qədərdir? Gəlin bir araşdıraq görək. Yuxarı hissənin müqaviməti nə qədərdir? Aşağının müqaviməti nə qədərdir? Aşağıda bir dənədir onsuzda. Bax yuxarı yazıram. Belə yazıram ki, daha rahat olsun. Yuxarı hissənin müqaviməti nə qədər olacaq müəllimlər? Deyin görün. 6 R. 6 R toplayacağım da, düzdürmü? Qoyun laf açıq yazaq. 2 R üzərinə gəlinsin 4 R. Bu olacaqmı yuxarı hissənin müqaviməti 6 R? Aha, bəs aşağı hissənin müqaviməti nə qədərdir? 6 buraxıldı ki, Aşağı hissənin müqaviməti nə qədərdir? Mən hələ ki paralel birləşmə kimi baxmıram. Sadəcə hələ ki baxıram. Aşağı hissəyə baxıram. 3 R-dir. Hələ sadəcə baxıram. Müəllimlər, müqaviməti çox olan naqildən keçən cərəyan şiddətinə gəlin qiymət verək. Müqaviməti çox olan naqildən keçən cərəyan şiddətinə qiymət verək. Bax, o zaman hansına qiymət veririk? Yuxarı hissənin müqaviməti daha çoxdur, düzdür? Aşağı hissənin müqaviməti azdır. Gəlin, məsələn, I1-ə deyək ki, I1 bərabər 1 amper olsun. Deməli, I1 1 amper olarsa, o zaman yuxarının gərginliyi nəyə bərabər olacaqdır? 6 volt. 6 volt. Bəli, yuxarının gərginliyi olacaqdır. İyer düsturuna görə yuxarının gərginliyini mən tapmışdım. 6-dır. Deməli, cərəyan şiddəti də 1 olduğu üçün yuxarının gərginliyi oldu mu 6 volt? Aha, o zaman aşağının gərginliyi nə qədər olacaq? Bax, bu hissənin gərginliyi. 3 volt, müəllimə, 3 volt.
Müəllimə, yuxarının gərginliyini mən ümumi tapdım. Ümumi tapdım ki, 6-dır. 6 volt. Paralel Bir birləşmədir. 6 volt. Axı paralel birləşmədir. 6 Bəli. volt. Aşağının gərginliyi. Bax elə U2-ni tapdıqmı? U2 bərabər olacaq, buradan yazıram. U2 bərabər oldu 6 volta. Düzdür? Bəs o zaman I2 nəyə bərabər olacaq? İləri də buradan yazıram. Bu aşağının cərəyan şiddətini tapa bilərsiniz o zaman. Çünki müqavimətimiz nə qədər oldu? 2 müəllimə 6 3-ə bölürük 2. Bəli, Müqavimət 6 bölünmüş 3-dən bərabər olacaqmı 2? Baxın, birincinin cərəyan şiddətini tapdım, ikincinin cərəyan şiddətini tapdım. O zaman gəlin bax, o birin gərginliyi nə qədər olacaq bəs? O birin gərginliyi olacaqmı? 4 vurulsun, 4 vurulsun nə qədər olacaq? 4 olacaqmı? 4. Bəli, dörd. Aha, tapdım. Deməli o zaman müəllimlər, bax, ümumi cərəyan şiddətim gələcək nə qədər olacaq buradan? Bax, I1-i 1 amper tapdım, I2-ni 2 amper. Buranın cərəyan şiddəti olacaqmı 3? Aha, o zaman U3-ü də tapa bilərəm də rahatlıqla. U3 nəyə bərabər olacaqdır? U3 də bərabər olacaqmı? 3 vuraq, 2-dən 6. 6. Deməli, bax, U2-nin gərginliyi oldu 6 volt, U3-ün gərginliyi oldu deməli 6 volt. O1-in gərginliyində harasa yazmışdıq bəyək. 4 volt. O1-in gərginliyində yuxarı yazmışıq. Bəli, deyib, bura yazmışıq 4. Deməli, nə oldu? U2 bərabər oldu U3-ə, böyük oldular U1-dən. Bax, buradakı əsas qaydamız nədir? Bəzən dövrə hissələrini çox qarışıq formada verirlər. Əsas buradakı qeydimiz nə idi? Müqaviməti çox olan naqildən keçən cərəyan şiddətinə qiymət verin. Yuxarı hissənin müqaviməti aşağı hissənin müqavimətindən çoxdur, düzdür? Cərəyan şiddətinə qiymət verin. Nə istəsəz verin. Sadəlik üçün mən az qiymət olsun deyim, 1 verdim, 2 verə bilərsiniz. Qiymətlər də ona uyğun 2 dəfə dəyişəcəkdir. Qiymət verin. Gərginliyi də tapa bilirsiniz rahatçılıqla. Hətta cərəyan şiddətində gördünüz, hamısını tapdıq. I1-i tapdıq, I2-ni tapdıq, hətta buradakı ümumi cərəyan şiddətini tapa bildik. Yəni, bir dənə qiymət verməklə bax, rahat tapa bildik. Bilirsiniz, bir var ümumi müqavimətlərlə yazaq. Məsələn, 2R, 3R, 2U, 3U, 5U. Bir də ki var, artıq burada tam rahat tapıb, qiymətlər verib, hamısını, bütün kəmiyyətlərin, qiymətlərini rahat tapa bilirik. Deməli, qiymət vermək lazımdır. Əsas da qayda nə oldu? Müqaviməti böyük olan hissəyə cərəyan şiddətinə qiymət verin. Müqaviməti böyük olan naqilə cərəyan şiddətinə qiymət verin. Kiçik olana yox. Böyük olana verəndə daha rahatlıqla tapmaq olur. Bir də belə bir 4-cü nümunəmiz var, müəllimlər. Gəlin, burada da bizdən nə istəyir? Cərəyan şiddətlərinin nisbətini istəyir. Bax, ilk öncə baxıram ki, mən necə birləşiblər. Bax, bu birinci hissə ilə, bax, bu ikinci hissə bir-birinə necə birləşibdir? Ardıca birləşib, düzdür. Aha, bax, müəllimlər, yenə mən nə etmək istəyirəm? Yenə, bax, bu I1 cərəyan şiddəti var burada. I1 cərəyan şiddətinə 1 amper olsun deyirəm. I1 cərəyan şiddəti gəlin 1 amper olsun. 1 amper olsun. O zaman, bax, bu yuxarının gərginliyi nə qədər olacaq? 6 volt. Arsan 6 volt olurmu? Aşağının gərginliyi nə qədər olacaq? 6 volt. 6 volt. Bunu da tapdıqmı? Aha, deməli o zaman aşağının bəs cərəyan şiddəti nə qədər olacaq? Bunu da deyək. Yuxarıdan çox olacaq. Müqavimət iki tərəfə fərqli. 2. Aha, bura 1 idi, bura 2. Buradakı cərəyan şiddəti nə qədər olacaq o zaman? 3 müəllimə. Cərəyan şiddəti üstü gəldi, toplandı da, düzdürmü? İndi müəllimlər, bax, buradakı qaydamız nədir? Əgər ana qoldan gələn cərəyan şiddəti eyni müqavimətli naqillərə paylanarsa, yarıya böləcək. Bax, görürsünüz, buradakı bu 3, bu 2R, bu 2R. Deməli, bunun, bax, I2, deməli, I1-i özümüz 1 dedik, bunu yazmışıq. I2 nə qədər olacaqdır? Eyni müqavimətli naqillərə bölündüyü üçün I2 olacaq nə qədər? 1/5. Deməli, bizdə də nə istəyir? I1 bölə I2 nisbətini istəyir də. I1-imiz 1, I2-miz də 1/5. Bu da böləndə nə qədər olur? 10/15 olur, elə bil. 5-də 3 olurmu? 5-də 3. Yox. 5-i ixtisar eləyəndə nə qədər qalır müəllimlər? 3-də 2. 3-də 2. 3-də 2. Aha. Aydın oldu mu? Deməli, buradakı qeydimiz də nədir? Ana qoldan gələn cərəyan şiddəti eyni müqavimətli naqillərə paylanırsa yarıya bölünəcək. Yəni, burada 2R olduğu üçün gördünüzmü? 1/5 yuxarıdan keçdi, 1/5 aşağıdan keçdi. Bizə də yuxarıdan keçən cərəyan şiddətini istədiyi üçün fərqi yoxdur. Bunu aşağıda da versəydi, yenə qiyməti eyni olacaq. Yenə 1/5 olacaqdı. 3R olarsa, nə bilim, 1R olarsa və yaxud da, yəni eyni olarsa, cərəyan şiddətləri yarıya bölünəcək. Amma fərqli olarsa, artıq fərqli hesablayacaq. Gərginliklərindən tapıb fərqli hesablayacaq qiymətlərini. Müəllimə, gərginlikləri paralel birləşdiyinə görə hər ikisi 6 volt oldu. Birincidə Birini bilirsiniz tapdıq, ikincini. Aha, bəli.
Hə, bəli, müəllimə. Burada baxın, qoyun göstərim. Bax bu hissə ilə, bax bu hissə ilə. Bu hissə bir-birinə paralel birləşməyibmi? Mən özüm cərəyan şiddətinə 1 dedim ki, qiymət tapaq da. Görürsüz, belə o bir tecə dedik ki, 6 voltdur. Bura 6 voltdursa, bura da 6 volt olacaqdır. Bura 6 voltdursa, müqavimətini də bilirəm də. Deməli, buranın cərəyan şiddətini tapa bilərəm. Belə də tapa bilərik və yaxud da deyə bilərik ki, yuxarının müqaviməti 6 erdir, aşağının müqaviməti 3 erdir. O zaman aşağının cərəyan şiddəti yuxarının cərəyan şiddətindən 2 dəfə çox olacaq. Çünki müqavimətlərlə necə asılı olacaqdır? Tərs mütənasib asılıdır, düzdürmü? Bəli, ona görə bundan da istifadə edə bilərik, yəni hansı sizə rahatdırsa. Deməli, buradan artıq cərəyan şiddətini tapdıq. Bizə lazımdır axı bu ikinci hissədə olan cərəyan şiddətini tapmaq. Yəni ona görə mənə bu ümumi cərəyan şiddətini tapmaq lazımdır ki, təzədən bu ikinci dövrə üçün onu mən bölüşdürüm. Deməli, mən gördüm ki, buradan gələn cərəyan şiddəti oldu 3 amper. 3 amper olduğu üçün qaydamız nə oldu? Eyni müqavimətli naqillərə bölünürsə, cərəyan şiddəti yarıya bölünəcəkdir. Bu da 2R olduğu üçün, bu da 2R olduğu üçün bu 3-ün 1.5 yuxarıdan keçəcək, 1.5 aşağıdan keçəcəkdir. Deməli, bu da oldu nə? Cərəyan şiddətlərinin nisbəti. Məndən də bunu istəyirdi də. I1 ilə 2-nin nisbəti istəyirdi. Müxtəlif müqavimətlər olsa, elə düsturu tətbiq edib həll eləyəsiniz. Bəli, bəli. Müxtəlif müqavimətlər olsa, düsturu tətbiq edib həll edib. Bəli. Bəs orada indi 3 dənə, məsələn, 2R müqaviməti olsaydı ikincidə, onda 2 bölərdik, 1 düşərdi də Bəli, hərəsinə. 3 yerə böləcəkdiniz müəllimə. O zaman da 3-ü 3 yerə böləcəkdiniz. Hərəsinə 1 amper cərəyan şiddəti düşəcəkdi. Bəli, müəllimə. Elə eləməli ki, onun cəmi o yekunu versin də müəllimə. Ayşəl Bəli, üçü müəllimə, verir. Bəli. olarmı ki, orada birinci dövrədəkini gərginlikləri bərabər götürüb nisbət qrup almaq olar cərəyan şiddətini, yoxsa yox? Olardı müəllimə, olardı. Amma yenə deyirəm, yəni bax qiymət versəz, yəni qiymət vermək sizə çətin gəldi. Necə? Yox, ümumiyyətcə. Yox, çox rahatdır, çox sağ olun. Elə yaxşı ipuçlar verirsiniz ki, bizə. Təşəkkür edirəm sizə. Yox, müəllimə, yəni bəli. Yəni siz necə bu cərəyan şiddətini qiymət verməklə bax gördünüz çox rahatlıqla siz buradakı ana qoldan gələn cərəyan şiddətini tapdınız. Məsələn, bəzən ola bilərdi sizə gərginlik istəyərdi buradan. Gərginliyi tapdınız, digərində də istifadə edə bilərsiniz. Yəni siz dediyiniz yolla da tapmaq olar, amma bu yol mənə elə gəlir daha rahatdır. Buradan istifadə edərsiniz. Yox, Siz sağ çox olun. yaxşıdır, sağ olun. Sağ olun. Yəni gördünüz mü, mən də belə daha rahat. O I2'nin niye, I1 niye 2 oldu müəllimə? Diqqətsiz oldum. I1 Aha, mi? I1. yaxşı, gəlin deyək. Gəlin bax, I1 niyə 2 oldu? Hansını deyirsiniz? Yuxarıdakını deyirsiniz, aşağıdakını? Yuxarıda I1 bərabərdir 1, aşağıda 2 yazmısınız müəllim. Aha. O 2'nin İki yazdı. yerində Niyə də görə 3-ə hə. bölmüşdü, müəllim Hə. 6-3-ə bölüb 2 almışıq. Müəllimə, gəlin deyim, baxın. Bax, yuxarı dedik ki, I1 1 olsun. Müqavimət də 6 idi, düzdür. O bir nəyə bərabərdir? IR deyil. 1 vuraq 6-dan tapdım ki, yuxarının gərginliyi nə qədərdir? 6-dır, düzdür. Paralel birləşmədirsə, aşağının da gərginliyi 6 olmurmu? Düzdür müəllimə? Bəli, müəllimə, bəli. Aha, deməli o zaman buradakı cərəyan şiddətini tapanda nə edəcəksiniz? O bölünmüş R-dir də 6 bölək 3-dən müqavimətim 3 daxı 6 bölək 3-dən olacaq 2. Və yaxud da ki, paralel birləşmədir. I1-in I2 olan nisbəti nəyə bərabər olacaq? R2-nin R1 olan nisbəti. Və yaxud da elə də tapa bilərsiniz. Yəni, necə istəsəz, gərginliyi tapın, sonra ona uyğun tapın. Və yaxud da ki, asıllıq qurum tapın. Əsas odur ki, tapaq, yəni qiyməti tapaq. Bildiniz mi müəllimə niyə 2 oldu? İkincinin Hə. müqavimətinə də 3'ə böldük, bəli. İkincinin Olun, bəli. müqavimətinə böldük, Bəli. tapdıq, sonra da 2 ilə 1 3 elədi. 3-də o Bəli. 1,5 bölündü, bəli. İndi daha başa düşdüm müəllimə, sağ olun. Əla, baxın gəldi bunlar da, bir yuxarıdan gəldi, 2 aşağıdan gəldi, eyni arxa töküldü, sular. Burada birləşdi, oldu 3. 3 də təzdən 2 R-lə bölündü, 1.5 yuxarıdan getdi, 1.5 aşağıdan getdi. Bizdən də I1 bölək I2 nisbətini istəyirdi. I1-ə mən özüm qiymət demişdim. I2-nin də verdiyim qiymətə əsasən tapdım. Deməli, o zaman oldu cavabımız nə? 1 bölünmüş 1.5-dən, o da oldu ki, 3'də 2. Müəllimə, belə bir nümunə verəsiz, bəlkə biz həll eləyə bilək, keçən dəfə kimi. Zəhmət olmasa. İndi belə bir nümunə istəyirsiniz müəllimə? Hədər ki, görək başa düşmüşük ya yox. Kesin və adlandırma, hərfləndirmə metodu kimi də, yəni orada verdiniz, biz həll elədik, atdınız, sizə şəxsi atdıq. Beləncə bir eləyin, görək sərbəst eləyə bilirik ya yox. Mən öz adıma tanısandı şəxsən. Yaxşı. Bir dəqiqə qoyun o zaman mən baxım. Gərək imenini belə biraz rəqəmləri. Ən yaxşısı oldu. Necə? Müəllimə deyir öz adına danışıram, deyir bizim də adımızdan deyin də, öz adınıza tək.
Aysel müəllimə, Bəli. bir də xahiş eləyərdim. Orada ardıcıl birləşmədən paralel birləşməyə keçəndə ümumi tapırdıq kvadrat kök dediniz. Onu düstur olaraq, çünki mən belə qulaq asırdım. Üstünüzə sağlıq, başım tutub deyə baxa bilmirəm ekrana. Orada düstur olaraq o kök altında var, en paralel var ardıcıl. Onu düstur olaraq vaxtınız olsa alardı, zəhmət olmasa. Olarmı? Hansını deyirsiniz müəllimə? Qoyun bir dəqiqə baxın. Orada en kvadratı məsələn en sayda ardıcıl birləşib onları paralel birləşdirsək müqavimət artıb azalmasının o kök altında dedisə onun düstur olaraq bunu. Bəli. En bərabərdir kökün altında. Bunu deyirsiniz də müəllimə. En bərabərdir. Kökün altında. Er ardıcıl bölünmüş er paralel. Düzdür müəllimə? Hardan alındığını istəyirəm. Yaxşı müəllimə. Bax er ardıcıl nəyə bərabərdir? Siz mənə onu deyin. Er ardıcıl en erə. Əgər müqavimətlərimiz eynidirsə, en erə. En erə bərabərdir. Paralel birləşmə nəyə bərabərdir? Er bölək en. Deməli baxın, elə gəlin, bax özümüz dediyimizdən alınır. Gəlin, baxaq, yazaq. Bax, er ardıcılın yerinə nə yazdım? Deyin, yazın. En vuraq er. En vurulsun er. Er paralelin yerinə nə yazdım? Er bölək en. Er bölək en. Düzdür mü müəllimə? İndi nə edək bunları müəllimə? İndi siz deyin görək bu en necə birindən er ardıcılı bərabər eri tapıb o birisində yerinə qoyacağam. Məsələn, er ardıcıldan eri tapacağam, gətirəcəm buradakı ümumi erin yerinə qoyacağam. Er ardıcıl bölək en. Belə mi deyirsiniz? Bəli. Gətirdim, yaxşı. Bu birisinin yerinə qoydum. Yox, bəlkə eni tapım, gətirim, qoyum ora. Sayını tapım, gətirim, qoyum ora. Yaxşı, gəlin bunu yazaq. Görək alınırmı bundan? Görək alınırmı? Yaxşı. Er ardıcılın yerinə er bölünmüş, deməli, nə yazırıq? Erin yerinə yazdım. Er ardıcıl bölünmüş en. Burada da bir bölünmüş enim var idi də. Bu olurmu? Er ardıcıl bölünmüş enin kvadratı. İndi buradan eni tapın müəllimə. Çox sağ olun. Alnında kök altında er ardıcılı er paralel tərəfə bölün, en kvadrat alınır. Doğru. Bəli. Mən müəllimə dedim ki, müəllim qoy özü müəllim deyə yazaq, qoy bilsin ki, hardan alındı, necə alındı. Ya elastik yaylarda ardıcıl paralel birləşmədən kişi də bu qayda ilə alınır da, Aysel müəllimə. Bəli, müəllimə, bəli. Baxın, birindən alınıb o birisində, ya müəllim dediyi kimi tərəf-tərəfə bölə bilərsiniz. Baxın ifadələrini. Ya da ki, bax, belə birini yazıb o birisində əvəz edə bilərsiniz. Yəni, eyni şeydir. Əsas odur ki, mahiyyətini bilək. Bəli, çox sağ olun. Müəllimə, olan bir sual da mən verim. Buyurun. Bəzən mənim testlərdə verir ki, məsələn, tutaq ki, rezistorun qolunu sağa sürüşdürdükdə, yaxud sola sürüşdürdükdə, həmişə er bərabərdir, ro vurulsun, er bölünsün, es tutturun yazırıq. Sağa rezistorda yoxsa nədir müəllimə? O rezistorda yoxsa nədir o? O rezistor nə? Reastatın qolunu, bağışlayın, reastatın qolunu. Sağa sürüşdürdükdə o həmişə el azalır da, amma sola sürüşdürdükdə uzunluq müəllimə. Xeyr, həmişə sağa sola sürüşdürdükdə el azalır deyə bir şey yoxdur. Orada siz baxırsınız ki, cərəyan hansı tərəfdən gəlməlidir? Məsələn, tutaq ki, mənim cərəyanım buradan gəlir, burada da mənim bir dənə reastatım var, düzdür, belə. Bu formadadır. Dövrə də belə bir şeydir də, ümumi çəkirəm. Tutaq ki, gələn cərəyanım buradandır. İndi mən deyim ki, müəllimə, tutaq ki, bu reastatın deməli, qolunu sağa sürüşdürmək lazımdır. Sağa sürüşdürdüm bu tərəfə. Bax, əvvəl gələn cərəyanım gəlib bu qədər hissədən keçirdi. İndi çəkdim axı bunu mən, bu qədər hissədən keçdi. El artdı. El artdı. Amma indi mən desəydim ki, müəllimə, cərəyan bu tərəfdən gəlir. Sağ ol. İndi əvvəl bu hissədən keçəcəkdi. İndi bax, tutaq ki, çəkdim sağa, lap az hissədən keçdi, cüzi bir hissədən keçdi. İndi el azaldı. Yəni, orada siz diqqət eləməlisiniz ki, cərəyan hansı tərəfdən gəzir. Hər zaman elə mən sağa çəkəndə elə el artacaq və ya el azalacaq deyə bir şey yoxdur. Yəni, siz o dövrəyə baxır. Soldan sağa çəkəndə, mən öz tərəfimdən deyirəm, ekrana baxanda, soldan sağa çəkəndə eli azaldırıq. Amma sağ tərəfdən sola çəkəndə məncə, onda el artır. Bugün biraz işlədim. O reostatın hardan başlanmasından da yəqin elə.
Cəryanın Hə. hardan götürülməsindən asılıdır. Müəllimə, yenə deyirəm. Bax, cəryan bu tərəfdən gələrsə, mən deyəndə gördünüzmü? Cəryan riastatın qolunu sağa çəkdik. Dedik ki, əvvəl cəryan bax bu qədər hissədən keçirdi. İndi bu tərəfə çəkdim, el artdı, düzdür. Amma əgər cəryan bu tərəfdən gəlsəydi, müəllimə, cəryanın əvvəlcə bax, gələn cəryan bu tərəfdə bu qədər hissədən keçirdi. İndi mən qolunu bunu bu tərəfə çəkdim. Deməli, nə oldu? El azaldı. Gördünüzmü? Cəryanın hansı tərəfdən gəlməyindən asılıdır. Eyni şey elədim. Hər ikisində mən riastatın qolunu sağa çəkdim. Amma birincidə el artdı, ikincidə el azaldı. Cəryanın siz baxın hansı tərəfdən gəlir. Hər zaman elə bir qayda yoxdur ki, riastatın qolunu sağa çəkdik, el artdı dediniz, eləmi onda? El artır dediniz. Elə bir qayda yoxdur. Siz dövrədən keçən cərəyana baxın ki, hansı hissədən gəlir? Bax, buradan mı gəlir, yoxsa bax bu tərəfdən mi gəlir bu cərəyan? Yəni ola bilər indi siz təsadüfən işləmisiniz, eyni şeylər alınıbdır, amma hər zaman doğrudur deyə bir şey yoxdur. Cərəyanın istiqamətinə baxın orada. Belə müəllimlər. Başqa mövzu izah ilə bağlı nəsə PDF-də çox şey qeyd eləmişdim, bilmirəm, indi ola bilər ki, bəlkə nəysə. Riyaziyyat haqqında əslində yadımdaydı ki, riyaziyyat haqqında məlumat verim, amma ola bilər unutmuşam. Riyaziyyat haqqında da indi test izahında, test üzərində daha yaxşı o qolları ha tərəfə çəkdik, el artdı, el azaldı, ona uyğun cərəyan şiddəti necə dəyişdi. Test üzərində daha geniş məlumat verirəm. Belə. Başqa sözünüz, sualınız varmı müəllimlər? Sağ olun müəllim. Bir dənə sualım var idi, onlar da. Necə müəllimə, buyurun. Eşitmədim. Deməli, dövrü hissəsindəki lampalardan hansı daha çox işıqlanar deyir. Biz orada bayaq siz cərəyan şiddətinin hesablanmasını bizə göstərdiniz sonuncu dövrədə də. Cərəyan şiddəti harda çoxdursa, lampa orada daha çox işıqlanırdı, yoxsa? Bəli, müəllimə, bəli. Bir lampası, iki lampası, hansı lampa daha çox işıqlanar? Deməli, cərəyan şiddətini hesablayırıq. Orada i çox olarsa, lampa daha çox işıqlanır. Bəli, cərəyan şiddətlərinə baxırsınız. Məsələn, tutaq ki, bir lampasına uyğun olan cərəyan şiddəti tutaq ki, 3 amperdir. 2 lampasına tutaq ki, uyğun olan cərəyan şiddəti 1 amperdir. O zaman hansının işıqlanması daha çox olacaqdır? Daha gür yanar. Məsələn, 3 amperə uyğun olan lampa daha gür yanacaqdır. Onda müəllimə, müqavimətlə də tərs olacaq da. Müqavimətlə də götürəndə, müqavimət çox olanda lampanın işıqlanması zəif olur. Közərir, belə də. Müqavimət çox olanda lampa közərir. Bəli, müəllim. Çox sağ olun. Belə, müəllimlər. Başqa sözü sualı olan varmı? İnşallah. Deməli, ev tapşırığımız nə oldu? Gördüm bugün müzakirə qrupunda baxdım ki, testləri başlamışsınız işləməyə, lap yaxşı. İndi inşallah dərsdən sonra C variantlarını bilməm. Hansısa müəllimə yazmışdı ki, C variantları çətindir. İnşallah ki, indi biraz da dərs izahından sonra daha üstündən bir də keçərsiniz. Daha rahat olun. C variantı, bəli. Bir dənə nazirlərin ardıcıl və paralel birləşdirilməsi var. Orada C variantı biraz suallar qarışdı. Yerdə qalanlar hamısı rahatıdır, asanıdır. Bir dənə C variantını biraz sizinlə bir yerdə edərik. Çünki mən orada çox qaldı. C variantında. Heç də müəllimə. İndi yenə bir təzdən bir baxarsınız, hələ vaxtınız var. Təzdən bir də baxarsınız, üstündən keçərsiniz. Yenə də qalanlara da dərsdə bir yerdə sizlə bir yerdə baxarıq inşallah. Belə müəllimlər, bugünkü sözümüz, dərsimiz daha doğrusu bu qədər. Başqa sözü olan varsa buyursun. Eyvallah, çox sağ olun. Sağ olun o zaman, gecəniz xeyrə qalsın. Ev tapşırığında deməli hər kəs bildi ev tapşırığını. Xahiş edirəm, təzədən, yenidən bir də baxın, üstündən bir də keçin. Ən yaxşı o üstündən dönüb keçməkdir. Onda damı yadından çıxmır. Bir də üstündən keçin, yenə də indi nəyi bilməsəz, yenə bir yerdə dərs izahında, mövzu test izahında baxarıq. İnşallah 6-cı gün, yox, 4-cü gün, bugün 2-ci gündür. 4-cü gün, bəli. 6-cı gün artıq başqa mövzuya keçəcəyik inşallah.